Mən bu yaşıma qədər belə mənzərəli yer görməmişdim. 3720 metrlik zirvə ilə üz-üzə. Şimalın bu gizli cənnətini görmək üçün Yasamaldan təxminən 200 kilometr yol qət etdik. Panoramik Quba Qırızdəhnə kəndində yerləşir. Bura otel binası, restoran və kotejlərdən ibarətdir. Biz Paradise House-da qaldıq. A-frame kotejdir. Qonaq otağı və bir yataq otağından ibarətdir. Hər iki otağın sanitar qovşağı var. Eyvana daxil olanda qarşında açılan mənzərə isə inanılmaz dərəcədə gözəldir. Alp dağlarının ətəklərindəki İsveçrə qəsəbələrini xatırladır. Yaşıl düzənlik, qalın meşə zolağı və 3720 metrlik əfsanəvi Qızılqaya zirvəsi. Eyvanda əyləşib bu təkrarsız mənzərənin fonunda yemək yedik. Sizə deyim ki, bu cür mənzərədə adamın iştahı da 2 qat artır. Burada müxtəlif qonaq sayına uyğun kotejlər, söhbətgahlardan ibarət restoran, uşaq oyun zonası və əyləncə vasitələrindən ibarət belə bir salon var. Otel binasında həftə içi qiymətlər 80 manatdan, kotejlərdə isə 150 manatdan başlayır. Panoramik Qubanın təkcə bu panoraması nəyə desən dəyər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.